Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edildilər. Hazırda Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı qarşılamaq üçün təyyarənin qarşısına gəldi və Rəcəb Tayyip Ərdoğan da təyyarənin pilləkənlərindən aşağıya düşür. Bu tarixi kadrlardır, bunun canlı şahidləri və izləyirik. İki qardaş ölkənin Laçında birlikdə görüşməsi, zirvə toplantısını keçirməsi çox möhtəşəm kadrlardır və cənab prezidentlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan görüşəndə üzlərində o qardaşlıq sevgisi, hər zaman qucaqlaşmaq, o sevgini bir-birinə ötürmək çox möhtəşəm kadrlardır bunlar. Bunların da canlı şahidi olmaq ayrı bir bizə zövq verir. Məhz 28 may günündə, müstəqillik günündə bu görüş, bu tarixi görüş baş tutdu. Fəxri Qaravul dəstəsi düzülüb hazırda görürsünüz kadrlardan əzizləyicilər. Bu böyük bir rəmiz daşıyır. 28 may müstəqillik günündə Laçın Hava Limanında Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan, Pakistanın baş naziri Şahbaz Şərif burada zirvə toplantısı keçiriləcək. Müstəqillik günündə Laçında, bugün Laçındayıq əziz izləyicilər. Bugün Laçında biz Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı cənab prezident İlham Əliyevin qarşılaşmasının şahidi olduq. Hazırda rəsmilərlə tanışlıq mərhələsidir.